bu erməni vəhşiliyinin dünyaya çatdırılmasıdır. Məsuliyyətli iş də bizə havalə olunur. Məhərrəm çox vətənpərvər insan idi, işinin peşəkarı idi. Məhərrəm jurnalistikada 17-18 il fəaliyyət göstərmişdi. Ailəsinə də çox bağlı bir insan idi, evladlarını çox istəyirdi, dost idi evladlarından. Və Məhərrəm dəfələrlə cəbhə bölgələrində olmuşdu, aprel döyüşlərində də iştirak etmişdi. Tovuz döyüşlərində də 2020-ci ildə 44 günlük vətən müharibəsində də işini icra etmək üçün Gəncəyə ezam oldu. Yəni ki, çox torpağına, vətəninə bağlı bir insan idi. Yoxsa Corusa gedirəm mən, gəlin. Corus qafan yolu. Belə Corusa gedir, mən getdim Corusa. Atamla fəxr edirəm ki, o canı fədasında vətəni qorumaq üçün öz canından keçdi. Atam çox yaxşı insan idi, dostları üçün özünü ifadə edən insan idi. Çox vaxt işdə olurdu deyə çox yaxşı günlər keçirə bilmirdik, amma işdə olmayan vaxtı bizlə oyunlar oynayırdı. Mən Məhərrəmə dəfələrlə deməyimə baxmayaraq ki, uşaqlar sənsiz qalmır, uşaqlar səni istəyir, bəlkə evə gələsən, sən başqa bir həmkarın əvəz etsin. Məhərrəmin sözləri bu oldu ki, bu mənim işimdir, mən işimi icra etməliyəm. Dövlət başçımıza buradan təşəkkürümü bildirirəm. Bütün şəhid ailələrinə diqqət, qayğı yüksək səviyyədədir. Elə də ki, şəhid jurnalist Məhərrəm İbrahimovun ailəsinə. İstəyərik ki də Məhərrəm və Siracın qanı yerdə qalmasın. Çünki onlar jurnalist idilər, toxunulmaz idilər. Bu haqsızlığı, bu jurnalistlərə toxunmağı bütün dünya bilməlidir. İstəyərəm ki, bütün dünya bilsin ki, belə bir jurnalist, şəhid jurnalistlər var idi. Qafan aeroportu Sınıq vilayəti və arxamızdadır, bir addımlıqdır, gəlib çıxmışıq.